Qızların işlətdiyi ən məşhur cümlələr. Mənə deyən görüm sən kimdən danışırsan hə? Bayaq 5 saat sənə yazdım. Kimdən danışırsan sən? Ecva. Niyə mesajıma geri cavab yazmısan hə? 3 saniyə keçib sonra hardasan sən? Məndən başqası var. Məndən başqası var həyatında. Düz deyirsən. Düz deyirsən. Mən kiməm ki? Mən eşşəyəm. Mənim yerimdə oturan olacaq sənin üçün. Narahat olma. Eybi yox, eybi yox. Nə olar ki? Utan, utan. Öl boy bir yerə soxum sən. Bir dənə Instagram parollarını ki onu vermirsən mənə. Yaxşı, yaxşı. Davay. Bir dənə Instagrama görə mənə şeylər cındır. Eşidirsən məni? Nəysə, yaxşı. Eybi yox. Nəysə. Eşidirsən məni? Nəysə. Qızların işlətdiyi ən məşhur cümlələr. Part 2. Ok da. Ok da bildim başa düşdüm. Gedərsən bloka aklın başıma gələr. Cındır. Bura bax, mənə burada yalandan nağıl danışma. Eşitdin məni? Siz kişilər hamınız eyni poxsuz onsda. Давай, не будем, да? Да, бача, ты знаешь, он очень сладкий, он очень клёво, да, понимаешь? Клёво, просто клёво, да. Ты знаешь, я rусский языка təcəkkür edirəm də, rus dilinə. Bu клёво sözü nə demək ümumiyyətlə? Mənə amnistiya də, pожалуйста, da. Axı sən, day demə, cəmaatın kişiləri də var da, mənimki ancaq elə ora gedir, bura gedir. Cəmaatın kişilərində olan fərasətə bax bir dənə. Mən hardan bilirəm? Az elə mən ümumiyyətlə deyirəm də, dəli deyib bu. Yox, hardan biləcəm? Az cəmaatın kişiləri yatırar. Mən başqarab deyib bunlar. Az o günlərdə mənə bir buket qızılgül gətirdi. Dedim başıma dəysin elə. Cəmaatın nişanlısı iPhone 14 Pro Max alır, nə bileyim, bağlı maşın alan var nişanlısına. Dedim başıma dəysin, sox onu bir yerə, başa düşdün? Neyini? Mənimki də belə gətirdi. Nə qayrım? Qızların işlətdiyi ən məşhur cümlələr. Part 3. Demək ay bacı, demə. Mənə xəyanət eləyib, səviyyəsiz. Dedim sən necə şərəfsiz insansan. Dedim sən var tüysüz şaftalını tüylü şaftalıya dəyişən oğraçsan sən. Burada bir sənə var, mənə dəxli yoxdur. Evə gələndə 1 kilo ət alırsan, eşitdin məni? Mən şu bezmişəm dolmaya düyünlə çörək qaçışdırıb vurmaqdan. Uşaqlar dolmanı yeyib deyir ki, ay mama, bu dolmadan ət dadı gəlmir axı. Mən şu bezmişəm deməkdən ki, ay bala, sən dədəm, zibilə qalmış dədəm. Gəlib pulu ona buna xərcləyir. Yanından deyirəm ki, ay oğul, ay qızım, biz vegetarian ailəyik, nə bilim, ət yemirik, zıtbır. Bəs də ki, mən bezdim uşaqlar yanına danışmaqda. Ay qız, mən day bezmişəm, inansın. İnsan nə qədər içər? Deyirəm, amma qazandığı heç şey vermədi. Gətir qəşəng evə ərzaq ala, bir şey al. Ən azından bir şey eləyək də. Zəhər içəsən sən deyirəm. Zəhər içəsən, zəhər zəqtum içəsən. Deyə gəldi, yıxılan evin simenti. Ay qız, deməli o gün bundan oturmuşuq kafedə yemək yedik də. Bu risk belə ayağı durdu, diz çöktü də. Mən dedim ki, ayağı nəhayət ki də evlənmə təklif edəcək. Gözümü yummuşam belə mal kimi gözləyirəm. 10 dəqiqə keçdi, gördüm marçıldı səs gəldi. Gözümü açdım, gördüm ki, orada yemək yedim. Sən ağarsan, deyirsən ağarsan. Deyirəm mən belə evlənmə təklif. Nə evlənmə təklif? Sən demə bu ayaqqabısını bağlayırmış, oğraş. Dedim kişi boyu yerə soxum sən. Ay qız, xəbərin oldu da nə oldu? Bu bizə elçi gəlmir axı neçə vaxtda. Bir ildən çox danışırıq da. Yəni adı qoymalıdır bunu. Buna yalan dedim ki, bəs bizim məni qohumdan nişanlayırlar da. Mənə qayıdıb etsə yaxşıdır. Deyə Allah xoşbəxt eləsin. Dedim, ay sənin mən var. Qızların işlətdiyi ən məşhur cümlələr. Part 4. Az deməli bu zibil keçən il mənə deyir ki, bəs kök səndə biraz arıqla da təsəvvürsə. Da minə deyir, представляешь? Şahid dedim öl boyu yerə soxum səni. 95 kiloda olan nə vaxtdan kök səldir, ay oğraş hə? Asası belə keçən il mənə deyir ki, bəs səni sevirəm də. Dedim doğrudan deyir hə. Deyirəm bəs buna necə əmin olum da? Mən qayıdıb ki, əmin var. İstəyirəm sevgilim ol. Dedim ki, sən boy bir yerə soxum. Bunun zarafatdan zarafa. Çoğunda əmin olmaq mənasına deyir də. Boy bir yerə soxum dedim elə sən. Dünən mən yığıb necə dəli eləyib inanırsan sən. Mənə deyir ki, sən çox qısqansan. Az mənim aram qısqansın sən Allah. Mən deyirəm ki, bu mənim yığanda cavab versin telefonuma, mesajıma cavab versin. WhatsAppda onlayn olanda götürsün mənə mesaj yazsın. Nə bilim, dostlarla bir yerə gedəndə desin ki, dostlarla bir yerə gedəm. Tualetə gedəndə desin ki, tualetə gedirəm. Nə bilim, çimənə desin ki, çimirəm. Bunları yazsın ən azından. Nə deyirəm ki, mən nə edirəm ki, bu qısqanclıqdır bəyəm o. Az bacı bilirsən necədir? Mənim üçün bir oğlanın yaraşığı önemli deyil. Əsas odur ki, yəni gözü, burnu, qaşı, dodağı, saqqalı, saçı, nə bilim, boyu, çəkisi bunlar yerində olsun. Qalanı boş şeydir. Valla yanaşığın nə önəmi var ki? Hə, da. Az deməli mənə o gün bilirsən nə deyir? Deyir ki, əzizim, xoşbəxt evliliyin sirri bilirsən nədir? Deyirəm nədir əzizim? Deyir ki, arvadın pulu arvadın olmalıdır. Kişinin pulu isə o da arvadın olmalıdır. Dedim, of, ay Allah, erkeğim mənim, gəl mən al tez ol. Da.